Salam əziz müəllimlər. Bugün mən subject, predicate, agreement, yəni mübtəda xəbər uzlaşmasının test izahını verəcəm. 23-cü testimizdə birinci rest of the students, rest olan cümlələrdə qabaqdakı sözə görə götürürük. Yəni burada students verilibsə, burada get verilibdir. Bəli, bu doğrudur, bir düzdür. İkinci testimizdə our cattle. Cattle sözü topluq bildirir. Was yox, ve olmalıydı, səhvdir. 2-də one of sənin xəbəri təkdədir. Bəli, düzdür. 4-də how much ice, are yox, is olmalıydı, səhvdir. 1, 3, Y variantı. 24-cü testimizdə the artist and painter has, bir düzdür. Əgər iki isim biri the article ilə verilirsə, xəbəri təkdə olur. İkinci 60 kilos. Əgər rəqəmlə verilirsə, məbləğdir, məsələn, məsafədir, zamandır verilirsə, xəbəri təkdə olmalıdır. Have yox, has olmalıydı ki, səhvdir. 3-də whom nisbə əvəzliyindən əvvəlki sözümüz mən verilirsə, burada have yox, has olmalıydı, səhvdir. 4-də the artist and the painter. Bəli, burada iki isim, ikisi də z ilə verilirsə, have ilə verilməlidir. Xəbəri burada da have ilə verilib. Deməli, 4 də düzdür. 1, 4, D variantı. – 25-ci testimizdə how many variants are correct? Hansı variant doğrudur? Burada deməli 1/3 of the students. Bəli, 1/3 of the students deyilirsə, deməli qabağındakı isimə görə baxmalıyıq. Copy veribdir, xəbəri cəmdə verib, bəli, bir düzdür. 2-də 1/3 of the country, bəli, təkdə veribdir. Burada da xəbəri təkdə verib, 2 düzdür. 3-də Elmir and Əkbər apostrophe s uncle is. Elmir və Əkbərin dayısı təkdə veribdir. Bəli, 3 düzdür. 4-də Elmir and Əkbər's uncle are butchers. Bəli, burada da bu da düzdür. Bu cür variantda düzdür. Deyir ki, Elmir, Əkbər və Əkbərin dayısı və Elmir. Bax, belə gedir. 4 də düzdür. Deməli, D variantı doğru variantdır. 26-cı testimizdə deməli, birinci Azer, Aydın or his brothers. Azer oradan, yəni oradan sonraki ismə görə götürüb brothers deyibsə, bəli, have də doğrudur, bir düzdür. 2-də there was a few pieces. Əgər burada a few pieces deyirsə, burada was deyil, V olmalıdır. Z tipli cümlələrdə qabağındakı ismə görə götürülür xəbər. 2 səhvdir. 3-də Elnur Akapoin'dir. Deməli, burada söz önü verilibdir. Burada tək verilibdir. Burada are yox, is olmalıydı. Səhvdir. 4-də Zəs shorts. Bəli, burada shorts verilibsə, deməli, cəmdə xəbər veribdir. Bəli, deməli, düzdür. 4 də düzdür. Burada olacaq 1, deməli, 4. 1 ilə 4. B variantı. 27-ci testimizdə the number of-un xəbəri təkdədir. Bəli, bir düzdür. İkincidə to put together. Deməli, məstərlə olan deməli, cümlələrdə xəbəri təkdə olmalıdır. Bəli, burada da düz verilib, 2 düzdür. None of the xəbəri təkdə olmalıdır, cəmdə deyil, 3 səhvdir. 4-də a lot of sheep deyirsə, burada was yox, V olmalıydı, səhvdir. Deməli, 1, 2, A variantı. 28-ci testimizdə deməli, 2 months holiday deyirsə, V yox, was olmalıydı, bir səhvdir. İçin xəbəri təkdə olur, 2 düzdür. Bəli, burada da tək verilib. 3-də match xəbəri təkdə veribdir. Bəli, 3 düzdür. 4-də a group of trees deyirsə, burada has yox, have olmalıydı. 4 səhvdir. 2, 3, deməli, A variantı.
29-cu testimizdə nobody xəbəri təkdə olmalıdır, cəmdə deyil, bir səhvdir. 2-də another serious. Deməli, serious sözü təkdə də cəmdə də qəbul edən esli isimlərdir də. Burada another serious deyirsə, burada hasn't verib, bəli, təkdə, deməli 2 düzdür. 3-də where there a loaf of bread deyirsə, burada where yox, was olmalıydı, 3 səhvdir. 4-də from söz önündən əvvələ baxırıq, message veribdir. Deməli, izlə verib xəbərdə. Deməli, 4 düzdür. Olacaq 2, 4, Y variantı. 30-cu testimizdə deməli, I like fiction stories. Deməli, which nisbə əvəzliyi ilə əvvələ baxır, stories cəmdə verirsə, burada has yox, have olmalıydı, bir səhvdir. 2-də I have been late on the table since 6 o'clock. Burada demişik ki, all cansızlarla işlənəndə deməli, xəbəri təkdə olur. Canlılarla işlənəndə xəbər cəmdə olur. Burada 2 səhvdir. Ona görə də sonra 3-də as well as-dən əvvələ baxırıq. Hüseyin deyir, təkdə verib. Burada da bəli, 3 düzdür. 4-də have come since 6 o'clock, yəni 6-ya qədər və 6-dan bəri. Burada insanlara, yəni canlılara aiddir deyə 4 də düzdür. Deməli, 3, 4, C variantı. 31-ci testimizdə deməli, a number of-un xəbəri cəmdə olmalıdır, bəli. Amma, burada cheese verilibdir, cheese olmaz. Yəni, a number of-dan sonra cəm isim işlənir, bir səhvdir. 2-də it was, Kemal not his relative, bəli, 2 düzdür. 3-də woman drivers sözü. Deməli, woman sözü qabaqda isimdən əvvəl işlənirsə, 2 tərəfdə cəm olmalıdır. Women drivers olmalıydı. Ona görə 3 səhvdir. 4-də də some calculations verilibdir. Bəli, söz önündən əvvəl cəm isim veribdir. Burada da cəm götürübdür. 4 də düzdür. Deməli, 2, 4 olacaq D variantı. 32-ci testimizdə deməli, both the story and the novel express, bəli, both'un xəbəri cəmdə olur. Burada da cəmdə verilibdir. Bəli, 1 düzdür. 2-də deməli, most of the trainers, bəli, cəmdədir. İsimimiz find də verib cəmdə, feilimiz 2 düzdür. 3-də was this yox, və this bottles olmalıydı. Burada S olmalıydı. Burada V olmalıydı. 3 səhvdir. 4-də neither Oliver nor'dan sonraki sözümüz cousin işlədilsin. Burada point olmalıydı, S olmalıydı, təkdə olmalıydı. Xəbərimiz 4 səhvdir. Olacaq 1, 2, B variantı. 33-cü testimizdə everyone scolds. Burada S olmalıydı. Törəmənin xəbəri təkdə olur, 1 səhvdir. Burada deməli the man who mən veribdir, bəli, təkdə. Burada da suffer veribdir. Deməli, səhvdir. Yəni, burada the man veribdir. Burada da suffer veribdir. Suffers olmalıydı, S-dən olmalıydı. Yəni, səhvdir 2-də. 3-də describing. Deməli, ing ilə gerundla veriləndə cümləmiz xəbəri təkdə olur. Bəli, burada da tək veribdir, 3 düzdür. 4-də də mums calls, bəli. Burada da təkdə veribdir xəbəri, təkdə də veribdir. Bəli, 4 də düzdür. 3, 4, Y variantı.